vergül məsələsini. Əvvəlcə, bax, bunun qaydasını bilmək lazımdır. Əvvəlcə qaydasını bilmək lazımdır. İsim, sifət, say, zərf, modal söz, mübtədə olan. Birinci fikir verilir. O, bu cümlədə əgər mübtədədirmi, yoxsa işarə əvəzliyidirmi? Əgər işarə əvəzliyi olarsa, vergül fikirləşirik? Xeyr. Nə zaman fikirləşməliyik? Mübtədə olarsa. İndi bundan sonra davam edirik. Əgər cümlədə o, bu əvəzlikləri mübtədə olarsa, say. İsim, sifət, say, əvəzlik, Belə oldu. İsim, sifət, say, zərf, modal söz, fe'li, sifət qalanları yox. Ay uşaqlar, niyə dolaşdırdınız ki? Mən deyirəm. 6 dənə əsas nitq hissəmiz var. Hansı İsim, əvəzlik, isim, sifət, say, zərf. zərf. 4 dənə bunlar. Fe'li çıxmışdıq, amma fe'li nəyə gətiririk? Fe'li sifəti gətiririk. Neçə dənə köməkçi nitq hissəmiz var? 5 dənə. Buradan hansını gətirirsiniz? Deməli, bunlar gələndə nə edirik? Vergül axtarırıq. Qoyuruq, daha doğrusu. Həm qoyuruq, həm qoymuruq. Baxırıq indi. O şagirdlərin ən sevimli müəllimidir. Nədir? Şagirdlərin ən sevimli müəllimidir xəbər. Kim o? O mübtədə olur. Özünə sonradan nə gəldi? İsim. Qoyuruq, düzdür. Bu heç kimə fayda verməyəcək. Nə etməyəcək? Verməyəcək. Fayda verə bilir? Fayda verməyəcək xəbər. Nə fayda verməyəcək? Bu, işarə vəzli. İşarə vəzi oldu. Xeyr. Mübtədə oldu. Heç kim nə oldu? Əvəzli. Qoymuruq. Qəşəng, qoymuruq. Bu gəncliyimdən qalmış ən gözəl xatirədir. Nədir? Gəncliyin Sağ olun. olduğuna görə Bu qoyulur. nə oldu? Mübtədə. Düzdür, qəşəng. O mənə uşaqlıq illərimi sanki Qoymuruq, çünki mənə əvəz etdi. Kim dedi? O. Nə oldu? Şəxs əvəzliyi. Mənə də əvəzliyi olduğuna görə qoymuruq. Qoymuruq. Bu qarşımızdakı ən böyük maneədir. Nədir? Nə? Bu mübtədədir. Qarşımızdakı hansı nitq hissəsidir? Qarşımızdakı hansı nitq hissəsidir? Düzdür. İndi qoyduq vergül. Yox. Bu mübtədə oldu. Qarşımızdakı da sifətdir. Vergül qoyduq, qoyuruq. O Niyazinin göstərişinə əməl etdi. Nə etdi? Kim? O, mübtədə. Niyazi də isimdir. Vergül olsun, olmasın? Olsun. Nədən?